Allah'ın salamı olsun, hidayete tabi olanları. Bu da ayədir. Allah'ımız buyurur, salam olsun buyurur, hidayete tabi olanları. Mən də deyirəm, salam olsun. Allah'ımız Ərəf surəsi 7-ci surənin 3-cü ayəsində buyurur ki, Rəbbinizdən sizə nazil edilənə uyun. Qurana, onunla öz aranıza qoyduğunuz himayətçilərə uymayın. Siz necə də az öğüt nəsihət dinlərsiniz. Bəqərə çox gözəl kitabdır bu. Baxın hələ, müsəlman olmanın şərti. Müsəlman olmanın şərti, Aydın Mülayim bunu yazır, pulsuzla paylayır. Mənə 3-4 dənə almışdım, mən də payladım. Tövhid və tağut mötəzədə izahı, yəni müsəlman olmanın şərti əlavə yazılır. Tövhid və tağut. Gözəl kitabı sağ olsun Aydın Mülayim. Bizə verəndə oxudum, indi sizinlə paylaşıram, baxın. Allah'ımız buyurur ki, Bəqərə surəsi 190-dan 193. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. Döyüşdə onları tutduğunuz yerdə öldürün. Döyüşdə ancaq. Bir adamı öldürürlərsə, əlbəttə öldürə bilər. Tutduğunuz yerdə döyüşdə onları öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha pisdir. Fitnə qətldən şiddətlidir. Fitnə aradan qalxana qədər və din yalnız Allaha məxsus edilənədək onlarla vuruşun. Əgər son qoysalar, düşmənçilik ancaq zalimlara qarşı olur. Yəni ki, əgər son qoysalar, bilək ki, düşmənçilik eləməyək. Çünki düşmənçilik ancaq zalimlara qarşı olur. Qurban olmalar. Çox zalimlə qarşılaşmışam. Hamı qarşılaşır, amma ki, mən dəqiq bilirəm ki, zalimi elə Allah düz edir ki, düz yola yönətdir. Bir ayə var. Sonra Allah'ımız buyurur ki, kim şərəf və etibar axtarırsa, yaxşı bilsin ki, bütün şərəf və etibarın mənbəyi Allah'dır. Şərəf və etibarın mənbəyi Allah'dır. Nə fikir edirsən? İndi bu şəhərdən orada düşür, hamı kişilər çıxır elləxarıya. Bir-birlərini çox eşitirəm küçədə, şərəfsiz. Şərəf sözünü elə deyil, şərəfsiz. Bu şərəf və etibarın mənbəyi nə bilir ki, o şərəfsizliyə yox. Demək lazım deyil. Yəni Allah yolunda yaşayan, yaxşı nə yazır? Yaxşı bilsin ki, bütün şərəf və etibarın mənbəyi Allah'dır. Ona ancaq gözəl sözlər yüksəlir. Gözəl sözlər. Ən gözəl sözlər Allah'ın sözləridir. Həmin sözləri ucaldan isə gözəl işlərdir. 35-ci surənin 10-cu ayəsidir bu. Deməli, Allah'ın sözlərini yaysaq belə, yayıb, gözəl danışsaq belə, bizə lənət olar. Yəni ki, ucalmaz, o sözləri ucaldan nədir? Gözəl işlərdir. Adam göründüyü kimi deyil axı. Eləsi var ki, göründüyündən fərqlidir. Yəni, gözəl danışırsa da, işləri, əməlləri, ürəyi başqa olur. Allah uzaq eləsin bizi şər olan o adamlardan, üzdə bir cür, qəlbdə başqa cür olan, yəni üzdə xeyir, qəlbdə şər olan adamlardan. Amin. Amin, amin. Allah bütün müsəlmanları qorusun. Müsəlman kimdir sevinci onu denir. Allah'ımız buyurur ki, 22-ci surənin 78-ci ayəsində ki, mən sizi və sizdən öncəkiləri hamında, elə Allah, yəni nə buyurur?
mən sizi və sizdən öncəkiləri müsəlman olaraq yaratdım. Uşaqlar hamısı müsəlman. Bütün dünyada. Allaha qurban, nə gözəl yarattı. Məlikədə yenə uşaqlara baxar. Videolara. Sizdən gözəl uşaqlarla bağlı verilişlər çəkilir. Videolara. Veriliş yox. Qurban Allah. Bütün uşaqlar müsəlman. Allah ananda. Ey uşaqlar, Allahınız var, qorxmayın. Yetimlərin də Allahı var.